Dedi, özünü cəhənnəmdə yandırma. Biri bir dənə məktub yazır Əbuzara, deyir, mənə nəsiyyət elə. Mənə nəsiyyət elə. Əbuzar bir dənə yaxşı nəsiyyət edir ona. Belə bir nəsiyyət edir. Deyir ki, o şeyi ki, çox sevirsən, ona məhəbbətin var, ona əziyyət eləmə. Onu narahat eləmə. Onu əziyyətə salma. O da təzədən bir dənə məktub yazdı ki, ya Əbuzar, belə bir şey olar, insan öz sevdiyini əziyyət eləsin. Ona ki, mənim məhəbbətim var, ona mən əziyyət edeyim. Əksinə, onun əziyyətini çəkərəm. Kimə ki, məhəbbətim var, sənin edirsə, onun əziyyətini çəkərəm. Dedi, belə şey olar, dedi, bəli olar. Təzədən bir dənə Əbuzar buna məktub yazdı ki, özünü nə qədər çox istəyirsən. İnsanın ən çox məhəbbəti özünədir. Ən çox məhəbbəti insanın özünədir, özünü sevir. Dedi, özünü cəhənnəmdə yandırma. Demirsən məhəbbətin. Adam sevdiyini əziyyət eləməz. Bəs niyə özünü cəhənnəmdə yandırırsan? Niyə pis əməllərindən özünü cəhənnəmə atırsan? İnsan öz sevdiyini əziyyət eləməz. Qəşəng cavabdır. Bəli. İnnəl əbrarə ləfī nə'im. Ayədir Qurani Kərimdə. Bu şübhəsiz yaxşı əməl sahibləri axirətdə nemət içində olarlar. Və innəl fuccara ləfī cəhim. Şübhəsiz ki, pis əməl sahibləri odlu cəhənnəmdə olacaqlar. Bax, həyatını neynə? Qur'ana uyğunlaşdır. Yaşayırsan, Qur'anın əksinə yaşama. Qur'an nədir? O cür yaşa. Onda bilərsən ki, necəsən Allah yanında. Bilmək istəyirsən, bax. Allah yanında necəsən.